Salam bizim ferma kanalının izləyiciləri, hər kəsi hər vaxtı xeyir olsun. Deməli, sizinlə bugün heyvanlara, toyuqlara, ördəklərə həftədə bir dəfə verdiyimiz yem qarışımından bəhs edəcəm. Burada bir stəkan dedim qarğıdalı yarmasıdır. Gördüyünüz kimi buğda, burada arpa və toyuqların yumurtlamasının və yumurtanın bərk olması üçün qurudulmuş yumurta qabığı və ən altda isə çörəkdir. Islanmış, suyu sıxılmış çörəkdir. Gördüyünüz kimi. Biz bunları bir-birinə qarışdıqdan sonra heyvanlara veririk. Qış aylarında belə bir yem qarışığından həftədə bir dəfə istifadə edə bilərsiniz. Saat təxminən artıq saat 11-dir. Qış ayına görə havaların qeyri-stabil keçirdiyə biz heyvanları 11-də buraxırıq. Bir yerdə baxalım. Heyvanlar artıq buradadır. Ördəkləri də bugün buraxmışıq. Biraz gəzsinlər. İndi həmən yem qarışımını verək heyvanlara. Görürsünüz ki, heyvanlar da gəlirlər. Gəlin. Yaramazlar imkan vermirlər. Baxın, həmən yem qarışımıdır. Sizlərə bu yem qarışımının əsas məqsədi ondadır ki, həftədə bir dəfə vermək məsləhətə uyğundur. Çünki çörək gündəlik vermək toyuğa ziyandır. Yem təsərrüfatına da həm qənaət edir. Amma yenə deyirəm, həftədə yalnız və yalnız bir dəfə vermək məsləhətə uyğundur. Bugün ördəkləri də qatmışıq toyuqların gözünə, qidalansınlar. Qış aylarında bu yemdən istifadə etmək həqiqətən də münasibdir. Çünki yemin tərkibində bayaq ki, videoda qeyd elədim, bayaq əvvəlcə qeyd elədim. Bundan əlavə burada pul biber və istiyot da əlavə eləmişik. Bildiyiniz kimi pul biber heyvanı toyuğun, fərənin yumurtlaması üçün isindirir, qızışdırır. Duz isə insanın ehtiyacı olduğu kimi heyvanın da qidada da dadlı olması üçün duzdan istifadə edirik bizdə. Toyuqlar qidalananda biz də hində dedik bir yumurta götürək. Maşallah, Allah bərəkət versin. Bir dənəsini orada yumurtayıb. Bizim üçün də çox maraqlıdır. Burada yumurta yoxdur. Burada 2 dənə yumurtamız var. Gördüyünüz kimi. Burada bir aldacı yumurta koymuştum. Yoxdur. Yumurta yoxdur burada da. Amma yumurta 3 dənə, Allah bərəkət versin. Burada heyvanlar bəlkə qidalanırlar. İçəridə bizim yerli kənd sorpalarımız var. Gördüyünüz kimi. Maşallah olsun, bunlar da günü-gündən böyüyürlər ki. Xoruzlar, beçələr, fərələr. Bunlar da bu şəraitdə biz saxlayırıq. Alt hissədə balaca cücələr var, 3 günlük, 5 günlük. Onlar da növbəti çəkilişimizdə təqdim eləyərəm, izləyicilər baxa bilərlər. Sağ olun, minnətdaram. Videonu çox xahiş edirəm, bəyənək. Şərh bölməsinə öz fikirlərimizi yazaq. Zəhmət olmasa. Salamat qalın, növbəti videoda görüşənədək.